Salam əzizlərim. Bugün Məhəmmədin bir saxta peyğəmbərliyini də ortaya çıxardacağıq. Dostlar, Məhəmməd özünün güya Tövratda adının gəldiyini iddia eləyirdi. Məhəmmədin bu iddiası araşdıraq. Dostlar, Davud nəğməsində, yəni özünə peyğəmbər deyən Davudun nəğmə kitabında, yəni Zəburda 5-ci fəsildə, səhv eləmirəm deyəsən, 5-ci fəsildə deyir ki, aləmlərin himayə dəsti gələcək və tüm uluslar, yəni millətlər sarsılacaq. Aləmlərin himayədasını, millətlərin himayədasını göndərəcəm və Süleymanın məbədini şərəflə dolduracam. Tövratda Tanrısı elə bir ayə nazil edir Davuda. Dostlar, burada bildiyiniz himayə də Yahudi dilində tərif olunmuş və övülmüş və arzu olunan deməkdir. İndi burada eləyirlər ki, müsəlmanlar güya ki, Məhəmmədin də adı bildiyiniz kimi övülmüş deməkdir, tərif olunmuş deməkdir. Güya bu Məhəmməddir. Məhəmmədin özü də deyir, Məhəmməd Tövratı yaxşı bildiyiniz kimi oxumayıb da, bilmir. Mənasında demirəm, yəni tənqid eləmək mənasında demirəm. Həqiqətən də özü də deyir ki, İncildən Məhəmməd Mustafanın elmi digər peyğəmbərlərə nəzərən daha azdır. Çünki Məhəmməd Mustafa bir ümmidir, yəni Yahudi deyil. O biri peyğəmbərlər öz kitablarını yaxşı bilirdi. Deməli, bunlar da Məhəmməd ərəb olubdur, amma Tövratda adı gələn o həmin himayə da Yahudi, Bən İsrail övladlarındandır. Bildiyiniz kimi Tövratda bir ayə də var, deyir ki, qardaşlarınız arasından birini peyğəmbər çıxardacağam, onu ya Musa çıxardacağım, onu sənin nətə dinləyirlərsə elə dinləyəcəklər. Musaya deyilir. Buradakını da yozurlar ki, güya bu Məhəmməddir. Amma bildiyiniz kimi qardaşlarınız arasından deyəndə burada 12 dənə qəbiləni nəzərdə tutur. 12 qəbilə bilirsiniz. Bundan əlavə deyir ki, Yaqub əsanın əsl sahibi gələcək və əsanı Yahudanın əlindən alacaq. Bu da həmin o Yahudinin müjdələnməsidir. Bundan əlavə İncildə də belə bir pasaj var. Yahudi alimləri Yahyanı, peyğəmbər Yahyanı sualı çəkirlər. Deyirlər, sən İlyassan, deyir, yox. Deyir, Məsihsən, deyir, yox. Deyir, gözlədiyimiz peyğəmbərsən, deyir, yox. Burada gözlədikləri peyğəmbər böyük ehtimalla himayədanı nəzərdə tutur. Yahudi teologiyasına görə himayə də hələ də gəlməyib. Onu İmmanuellə əlaqələndirirlər. Yeşaya bölüm 7-də deyir ki, deyəsən, aranızdan bir oğul çıxacaq, onun adına İmmanuel qoyacaqsınız. Bu da İmmanuel Yahudilərin gözlədiyi Məsihdir.